Keçirik videomuzun ikinci hissəsinə, deməli Eyaz mətnini suallarına baxacağıq. Mən mətnini oxumuşam, tanış olmuşam. Siz də videonu saxlayıb oxuyub tanış ola bilərsiniz. Əgər əlinizdə kitabça yoxdursa, birbaşa keçirik suala. Mətndə nöqtələrin yerinə hansı ifadə artırılsa məzmuna və Eyazın xarakterinə uyğun olar? Nöqtələri tapırıq. Sultanım, siz digər sərkərdələrə tapşırıq verər, verməz. Başqa sərkərdələrinizin işə yaramayacağını anladım. Xeyr, belə deməz. Sizin nə ilə maraqlanacağınızı təxmin etdim. Düzgün cavabdır. Sizin tapşırığınızı xatırladım. Başqa tapşırıq verməmişdi. Marağımı ört-basdır elədim. Marağını ört-basdır eləsəydi gedib maraqlanmazdı. Sərkərdələrin sizə şikayətləndiyini xatırladım. Belə bir şey olmamışdı. B variantı düzgün cavabdır. 38-ə baxırıq. Fikirlərdən biri mətnin giriş hissəsinə aid plan bəndi ola bilməz. Mətnin giriş hissəsi adətən birinci abzasa qədər olur. Adətən. Burada baxırıq, uyğunlaşdırmağa çalışırıq. Eyazın başqa sərkərdələrdən üstün tutulması bəli var idi. Sultan Mahmudun sevimli sərkərdəsi bəli. Eyaza digərlərindən daha artıq haqq ödənməsi bu da var idi. Burada fikir verin. Sonra Eyazın gözəl keyfiyyətlərə malik olması bəli, o deyir hazır cavab. Dərrakəli və dürüst bir sərkərdə idi. Eyazın başqalarından fərqli xüsusiyyətləri, bu onun fərqli xüsusiyyətləri deyildi. Yəni, digərlərində də bu xüsusiyyətlər ola bilərdi. Ona görə də Y variantı bizim cavabımız olacaq. Mətnin tərkib hissələri ilə bağlı doğru fikri müəyyən edin. Sonluqdan mətndən çıxan nəticəni ifadə edən deyim verilib. Belə bir deyim yox idi, səhvdir. Sultan Eyazın münasibəti yalnız əsas və nəticə hissədə özünü göstərir. Xeyr, giriş hissədən biz bunu görürük. Sultan Mahmudun ədalətsiz olduğu nəticə hissədə bilinir. Elə bir ədalətsizliyi yox idi, ədalətlə davranmışdı. Giriş hissədə əsas obrazın xarakteri ilə bağlı qənaətə gəlmək mümkündür. Bəli. Düzgün variantdır. Tərkib hissənin ardıcıllıq pozulub, xeyr. Mətnə görə Eyazı başqa sərkərdələrdən fərqləndirən xüsusiyyətdir. Hazır cavablıq, sadəlik, fərasət, qorxmazlıq, itaətkarlıq. Bəlkə digərlərində də hazır cavablıq, sadəlik, qorxmazlıq, itaətkarlıq var idi, amma onu digərlərinə fərqləndirən xüsusiyyət fərasəti idi. Üzərində rəqəm yazılmış ifadələrlə bağlı doğru fikirləri müəyyən edin. Birinci ifadəmiz odur ki, Eyazın hansı hünəri var ki, burada deyir, mərifəti sözü ilə əvəz edilsə, kontekstə daha uyğun olar. Xeyr, uyğun olmaz. 2-də deyir ki, Eyaz hörmətlə təzim edərək danışmağa başlayır. Ehtiramla məcazi mənalı qarşılığıdır. Ehtiramla həqiqi mənalı qarşılığıdır. Ona görə götürmürük. 3-ə baxırıq. 3-də deyir ki, bütün lazım olan məlumatları öyrəndim. Peşə öyrənmək ifadəsindəki, mətndəki mənasında işlədilmişdir, işlədilməyib. 4-ə baxırıq. Deyir ki, ağzı açıla qalmış, yəni heyrətlənmək mənasındadır, düzdür. 5-ə baxırıq, doğru üzünü çevirib deyir, üz döndərmək frazeoloji birləşməsi ilə əvəz edilə bilməz, bu da düzgündür. 4-5 olacaq A variantı cavabımız. Mətndəki problem. Eyazın davranışı deyildi, sərkərdələrin narazılığı idi və problemin həllinə tapmasına səbəb sultanın sərkərdələrine tapşırıq verməsi idi və Eyazın bacarığı idi. Olacaq 2-4-5 B variantı. Mətndə tünd qara hərflərlə verilmiş fikirləri hansı deyimlə qüvvətləndirmək olar? İndi Eyaza niyə 30 nəfərin əmək haqqına bərabər ödəniş verdiyimi anladınızmı? Görürsünüz, bu belə onun bacarığı qarşılığında azdır. Olacaqdır, hər əsrin bir Koroğlusu var, uyğun deyil. Hər kəsə öz adəti xoş gələr, xeyir. Hər şeyin təzəsi dostun könəsi, xeyir. Hər kəs öz əməlinin meyvəsini dərər, bəli. Hər kişi gücünə görə yük daşıyır, bu da yük daşımaqdan söhbət getmirdi. Mətndəki əsas fikrə uyğundur. İşi iş bilənə tapşırarlar, düzdür. Ziyanın yarısından qayıtmaq faydalıdır. Çörəyi ver çörəkçiyə birində üstəlik, böyük işləri vəd vermədən gör. Mənim fikrimcə burada D variantı olmalıdır. D variantı olmalıdır. Niyə? İşi iş bilənə tapşırarlar. Bəli, Eyaz işi bilən idi. Ziyanın yarısından qayıtmaq faydalıdır ifadəsi isə oradakı sərkərdələrə aid olur. Çünki burada sərkərdələr deyir ki, Eyazın əleyhinə danışanlar isə utanmış, etdiklərinə peşman olmuşdular. Yəni, haradasa o ziyanın yarısından qayıtmışdılar və bunun özü də faydalı idi. 44-də mən D variantını daha uyğun götürərdim. Sultan Mahmud obrazına aid 2 xarakterik xüsusiyyət yazın. Sultan Mahmud obrazı necə idi? Yəni, kamil obrazı idi. Çünki sərkərdələr arasında bacarığına görə fərq qoymağı bacarırdı və ədalətli idi, kamil idi, ədalətli idi.
obrazı idi. Mən 2 dənə xarakter xüsusiyyət belə yazaram. Bir də deyir ki, mətnin əsasən cədvəlin boş xanalarını uyğun fikirlə doldurun. Burada da cədvəlimiz yoxdur. 45-ci sualda sizin yazdığınız xüsusiyyətləri əgər mənimkilərlə eyni deyilsə, siz şərh bölməsinə qeyd eləyin. Mən düzgün və yaxud da səhv olduğunu altından mütləq qeyd eləyəcəm. Bu bizim birinci mətnimiz. Digər mətni də inşallah növbəti videoda qoyacağam, izləyərsiniz. Hələlik.